Değerli izləyicilərim, növbəti bir mənzildə hamınızı salamlayıram. Bugün Yeni Yasamalda 12 mərtəbəli binanın 5-ci mərtəbəsində qanuni 2 otaq, 85 kvadrat ölçülü, kopçalı və bir çox əşyalarla birlikdə satılan super təmirli bir mənzillə yaxından tanış edəcəm sizi. Hal-hazırda mənzilimizin qonaq otağını görürsünüz. Geniş dəhlizi, geniş otaqları var. Qazı, suyu, işığı daimidir. Çıxarış mövcuddur və mənzildə qeydiyyatda heç kim yoxdur. Demək olar ki, bütün otaqlarda kondisioner, soyutma sistemi də mövcuddur. Hal-hazırda qonaq otağını görürsünüz, belə bir kvadrat ölçəyə malik geniş bir qonaq otağı var. Mənzilimiz infrastrukturla zəngin bir ərazidə yerləşir. Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsində 308 nömrəli məktəbin yaxınlığında yeni tikili 12 mərtəbəli binanın 5-ci mərtəbəsindədir. Mənzilin bütün otaqlarının girişi dəhliz koridor hissədəndir. Qazı, suyu, işığı daimidir. İstilik sistemi fərdi olaraq kombi istilik sistemidir. Burada mənzilimizin geniş kvadrat ölçülü bir mətbəx hissəsi var. Heç qonaq otağından o qədər də istifadə etməyəcəksiniz. Lazım olan bütün aksesuarlarla təmin olunub və mətbəxdən eyvana çıxış hissə var. Belə bir geniş mətbəx hissəsində gördünüz. Divarlarda gözəl bahalı aboylardan istifadə olunub. Baxın, burada eyvan hissəmiz yerləşir. Eyvanda kombi hissə qurulub. Əlavə olaraq qurutma radiatora yerləşdirilib. Eyvan hissədə baxın, belə bir gözəl mətbəx hissə var. Həqiqətən də çox gözəl bir mənzildir. Çox gözəl bir binada yerləşir. Əlavə olaraq mənzilin özünün yeraltı dayanacağı var. Əlavə pul müqabilində onu da öz adınıza rəsmiləşdirə bilərsiniz. Çıxarışda var həmin yeraltı parkingin. Baxın, bu şəkildədir. Mətbəx hissəsini sizlərə təqdim edirik. Girişdə çox böyük bir qardırob hissə var. Burada mənzilin hamam hissəsi yerləşir. Hamam tualet də ayrı-ayrılıqdadır. Bura hamam, burada isə mənzilin tualet hissəsi yerləşir. Çox geniş dəhliz hissəyə və otaqlara malikdir. Burada isə mənzilimizin yataq otağı yerləşir. Baxın, belə bir gözəl yataq otağı var. Qeyd edim, mənzilin təmir zamanı keyfiyyətli materiallar əsasında təmir olunub. Sənədlər tam qaydasındadır. Birbaşa adınıza rəsmiləşdirə bilərsiniz. Qeydiyyatda heç kim yoxdur. Mənzilin qiyməti 179 min manat başlanğıc qiymətdir. Real alıcıya endirim nəzərdə tutulub. Cüzi bir endirim olunacaq. Və buradan belə bir geniş dəhliz hissəsində görürsünüz əziz izləyicilərimiz. Mənzil haqqında bu qədər. Növbəti mənzildə və çəkilişdə görüşənədək Allah alana və satana xeyir versin.